Hər vaxtınız xeyir, dəyərli kanal izləyicilərimiz. Masazır qəsəbəsində çox gözəl, möhkəm tikilmiş 7 otaqlı, 5 sotda çıxarışı əldə olan həyət ev təqdim edəcəm sizlərə. Həyət evimizin təmiri yenidir, şəxsi özü üçün tikilmiş bir evdir. Hal-hazırda yeni təmirdən çıxıb və belə ümumi birinci mərtəbədə qonaq otağıdır. Dəhlizin bu hissədən görünüşünü göstərim. 7 otaqdır, döşəmə tam şəkildə qranitdir. Orada giriş hissəsidir, prixorsidir. Döşəmə isti döşəmədir. Möhtəşəm qonaq otağımız var. Ümumi həcmi, yəni kvadratı 33-34 kvadrata yaxın olan bir qonaq otağıdır. Mərtəbələr arası monolit betondur. Yəni insan özü üçün nə cür ev tikə bilərsə, mükəmməl şəkildə o qaydada tikilib. 5 sotdadır. Qonaq otağının pəncərəsi öz bağına baxır. Yəni ağaclar olan hissəyə baxır. Yeni 2-3 ilin ağaçlarıdır. Bu illər bar verəcək. Divar kağızları hamısı bağlı divar kağızlarıdır. Belə ümumi möhtəşəm qonaq otağı. Burada döşəmə laminatdır. Beyaz qapılardan istifadə olunub. Bir daha vurulub. Döşəmə tam şəkildə istidir. Evi alıb dərhal köçmək mümkündür. Sənəti çıxarışdır. Birbaşa notariusda alqı-satqı olacaq. Mətbəx hissəsi çox böyükdür. Mətbəxinə mebel yığılandan sonra bu hissəsinə künc divan, stol stul, böyük həcmdə soyuducu, o hissəsinə televizor, kondisioner üçün yer qoyulub. Çox gözəl. Ümumi kvadratı mətbəxin 20-22 kvadrata yaxındır. Belə gözəl həcmli mətbəxdir. Aşağıda bizdə giriş hissəsidir. Burada birinci yataq otağını göstərdim sizlərə. Orada qonaq otağı idi, mətbəxi idi. Burada ikinci mərtəbəyə qalxan pilləkəndir. Pilləkənin altında boş bir ərazisi var. Lazımsız əşyalar gələcəkdə yığmaq üçün. Evin qiyməti 205 min manatdır. Hamam otaqları ayrı-ayrıdır. Birinci mərtəbədə yuxarının özünə ayrıca hamam otağı var. Belə ümumi təmiridir. Duş kabineti üçün bu hissədə yer qoyulub. 205 min manata təklif olunur, nağd satılır. Yerində baxdıqdan sonra endirim olunacaq. Dəhlizin də divar kağızları, bahalı iki divar kağızlarıdır və qalxaq ikinci mərtəbə olan şəraiti göstərim. İkinci mərtəbəyə qalxmışıq. Dəhlizin özünün ayrıca pəncərəsi var. Qonşunun divarı aralıdır. Yuxarıda yataq otaqlarıdır və hamam otağı var. Ümumi 7 otaqdır. 5 sotdadır. Burada ikinci mərtəbə aid olan hamam otağıdır. Burada bizdə belə deyək ki, qardirob otağıdır. Lazım olsa uşaq otağı kimi də istifadə eləmək olar, qardirob otağı kimi də istifadə eləmək olar. Yuxarıda da divar kağızları, çox bahalı divar kağızlarına istifadə olunur. Evin sonra qədər cüt daşına tikilib. Mərtəbə arası monolit beton, sənət çıxarış. Birbaşa alandan sonra da evə qeydiyyata düşmək mümkündür. Bu da böyük bir yataq otağıdır. Bu belə ümumi həcmli yataq otağıdır. Burada bizdə digər yataq otağıdır. Eyvana çıxışı, balkona çıxışı var. Döşəmə laminatdır burada da. Kombi xətləri çəkilib ikinci mərtəbədə. Çox möhtəşəm evdir. Alana satan Allah xeyrin versin. Əsl köçüb yaşanması evdir. Burada da eyvana çıxışı var. Və sonda evin üz görünüşünü göstərəcəm. Burada ümumi eyvanın görünüşüdür, həyətidir. Həyətin bu hissəsində 4-5 maşın yerləşir. Bölündə də ağac gülçüyü yer var. Ümumi 5 sotdadır. Və evin ümumi üz görünüşünü sizlərə göstərim. Qiyməti bir daha vurğulayım ki, 205 min manatdır. Bu da ümumi üz görünüşüdür. Evi ümumi üz görünüşüdür. Yerdən kürsülü, o hissəsində ağac gülçüyü yer. Qaz çöşü, kanalizasiya var. Sənədləri qaydasındadır. Sonra izləyiniz. Təşəkkür edirəm. Instagram və YouTube kanalımıza abunə olmağı unutmayın.